Salam uşaqlar, bu gün sizlərlə bir yerdən yenə qaldığımız yerdən Brawl Stars oynarıq və uşaqlar biz Lua Akademi ilə Zenit Espor, yəni biz olaraq gördüyünüz kimi klanı da göstəreyim. SC atdıq, yəni scrim atdıq və 3-2 durumuyla biz utduq yəni oyunu. İndi mən sizə oyunları göstərəcəm necə oldu, belə vacibli yerləri. Bizə buradan elə belə baxıb nəsə deyə bilərsiniz. Deməli uşaqlar, çox yaxşı skrimlər oldu. Oyuna keçək sizə hər şeyi deyəcəm. Deməli uşaqlar, buradan ilk pikdən son pikə bunlar tara al deyəsən. Biz aldıq Spike. Onlar Janet'la çəkdi, Ember. Biz onlara qarşı Otis'lə Croft çəkdik. Son pikədə onlar tara çəkdi. Yaxşı bir oyun oldu əslində. Çox güclü rəqib idi. 2-0-dan 2-2'ye gətirdilər, amma sonunda da biz yenə oyunu apara bildik. Yəni gördüyünüz kimi. Burada bunlar səhv oynadı. Oradakı bütün elmasları biz aldıq belə də. Nuran orada ölürdü və mən ora hoppanıb elmasları aldım və qaçdım arxaya. Yansam da yenə ölməyəcəm burada. Və uşaqlar, əgər sizin də belə takımınız varsa, mənə TikTok'dan Zenit Espor olaraq deyə bilərsiniz ki, yəni gəlin bizimlə də scrim atın. Çox yaxşı oldu əslində bizim üçün də. 8 elmas aldıq. Burada qəşəng bir gameplaylər də gedirdi. Sizə bütün oyunları göstərəcəm, məsəl sonra olan yerləri. Kanalıma da abunə olub like atmayı da unutmayın uşaqlar. Videonu aça bilmədim, çünki işlərim var idi. İşlərim deyəndə səsli danışa bilmirdim. İstəyirdim mahnı olaraq qoyum, amma yenə belə də eləmək olur. İkinci oyunumuza da keçdi uşaqlar. Janet'ın akusları uşaqlar məncə səhv götürüb. Yəni digər akusları daha yaxşıdır da. Onu istifadə eləsəydi daha yaxşı olardı. Özdə burada elmasları Ember daşıyırdı. Səhv oynayırdılar. Janet daşımalıdı. Son 7 saniyədə uçmalıdı və elmasları almalıdı da. İndi bu hiperaz da bastı. Bunları aldı. Thanos da orada vurdu. Prosto indi yanır axı. Biraz arxalarda gözləyir. O Nuran'ın orada atması daha yaxşı oldu da məncə. Ultisini. Çünki yavaşlatdı onları. Biz də buradan da maçı qəşəng bir şəkildə bitiririk. Statistiklər də görürsünüz. Yıldız oyuncu olmuşam. 1-2 oynamışam. Məncə hamı çox yaxşı oynadı. Bir dənə bu Tara'da biraz problem vardı. İkinci oyunumuz uşaqlar savaş topudur. Burada savaş topunda ilk pik olarak biz Bull seçdik. Bunlar da Bull'a karşı bu karakteri adı yazması Griff ve Rico seçdi. Biz de onlara karşı Crow ve Mina son pikdə də Otis aldılar onlar. Burada əslində mən oyundan çıxıram. Babat Delayım vardı uşaqlar. Da dedim oyundan çıxım. Delayımı düzəldim, sonra təzədən gəlim. Bizim Thanos aslında orada yaxşı qurtarıb. Prosto indi mənim Delayım olduğu üçün oyundan gördüyünüz kimi oynamıram, çıxmışam. Bu roundu da zaten onun üçün qazandıq, amma mənim delayım olmayanda gəldim oyuna. Həmin oyunda 2-1 müddətindən qazandıq yəni. Uşaqlar çox bərbad bir trik şat yeyəcəm. Heç özüm də belə fikirləşmirdim belə olacaq. İkinci oyunumuza da başladıq. Middən oynamağa qərar verdim mən. Oradan 2 dənə vuruş elədim. Yaxşı bir şəkildə. Sonra bizimkilər deyəsəm buradan qol atmaq. Yox, buradan qol ata bilməyəcəyik əslində. Yox, ata bilməyəcəyik. Amma qəşəng bir qol gələcək. Bu arada deyim onda. Buradan qol... Yadımdan çıxmıyor. Hə, mən buradan qol atmışım qəşəng. Görüşürlər. Bir gün keçib üstündən yadımdan çıxmıyor necə oynadım. Burada mən neynirəm? Hər ikonu aldırdım. Sonra bizimkilər oradan qol atırdı, atmırdı yadımda deyil. Thanos onu alacaq. Əla. Biz buradan qolu atırıq uşaqlar. Bull hoppanacaq gedəcək və mən də belə bir şəkildə qolu atacağım. Üçüncü raundumuza da gəldik. Bu raundda da maç uzatmalara qədər uzayırdı hətta. Onu da sizə göstərəcəm. Burada mən yaxşı ki, siz necə həm kalkan bastım, həm də yerimdə dayanaraq atışlarımı vurdum. Yəni bu yaxşı bir fikir idi. Elə olmasaydı biz qol yeyə bilərdik. İnşallah bu səhnəyə də gəldik. Buradan hiperimi gözlətdim. Hiperimi attım və Thanos da onun qəşəng fikirləşib oradan qolu atdı. Və istatistiklər də bu şəkildəydi. Məncə iki takımın ikisi də yaxşı oynadı. Hətta rəqibin killəri, hasarı bizimkindən daha çox idi. Burada əslində biz çox toksik komp qurmuşduq. Bir şeyə görə mən Frank seçdim. Bizimkilər Byron, bir də neydi bunun adı? Glovi seçdi və ancaq belə hilləməyə oynamaq istədi, amma bacara bilmədi əslində. Çox yaxşı oynaya bilərdi. Cin məsələn bizi çox çəkdi. Cin çəkməsəydi bəlkə də
daha yaxşı gameplaylər apara bilərdik. Mən uşaqlar 2-ci raundumuza gəldik. O biri oyunu zaten uduzmuşduq. İndi axırda da görəsiniz. Burada biraz narahat başladıq oyuna. Burada çox yaxşı killəri aldıq. Bu oyunu uduruq bu arada. Bundan sonraki oyunu uduzacağıq. Və durumu da 2-1 eləyəcəklər. Aslında çox yaxşı da almışdıq. Heç kimdən də qorxmurduq, sözünüzü. Elə bunlar mən hilliyirdi, mən də raşlayırdım. Və son 2 də alıb qaçdıq arxaya. Burada mənə çəkirlər, məni öldürəcəklər, bəli. Məni öldürdülər, sonra Nuranda öləcək. Thanos gələcək arxaya tərəfə. Və gördüyünüz kimi 2 nəfər aldı, sadəcə 9 puan aldılar bizdən. Bu da çox bir şeydir. Və bu oyunu da qılaqıl udurduq da, indi göstərəcəm. Thanos öldü, 13'e 11 qaldıq. Biz burada mən tək qaldım. 1 kill aldım, sonra deyəsən qayıtdım arxaya. Yox, o vurdu. Mən də oradan qıraqdan Byron Hyper'in qırağındaydı. Mən də qəşəng çox yaxşı oynadım orada. Öldü dərkən burada Nuran çox yaxşı oynayır. Mən buranı zaten görmüşdüm oyunda. Son killləri alaraq buradan biz birinci olduq. Zaten Hyper'e basıb gələm. Əslində Hyper'e basmayacaqdım. Fikirləşdim ki, daha uduzduq ona görə. Buradan bir dənə deyəsən akusar tuttura bilmirəm yo. Bir kill alsalar udurlar, amma prosto biz onlardan qabaq davrandıq və aldıq. Deməli uşaqlar, ödül avının sonuncu mapinə gəldik. Sonuncu mapdə əslində o qədər də sevmədim bu sonuncu oyunu. İndi göstərəcəm yerləri. Burada yaxşı killer almışıq, amma dalmağımız da bir yandan elə. Zaten cin çəkir onu, ondan sonra da daha heç nə də uduzuruq ancaq. Ultima atıram. Sonra Thanos oradan ultini atır. Alırıq 18 oluruq, amma sonra mən ölürəm də orada. Ona görə çox pis oldu. Yoxsa udacaqdıq bu oyunu da. İstatistiklər də bu şəkildədir. Gələk əsas məsələyə. Rəqibin kompundan görürsünüz ki, çox toksik bir kombuları var da. Mənim neşəli aldığımı deməyim. Mən dağı fikirləşmədim. Bu oyunda mən bunlar nə eləmək istəyir. Əslində mən birinci yasaklamaq istəyirdim Sirius'u. Dedim birdən almazlar da, amma aldılar. Ben burada yaxşı oynamışam. Ultimin %50'si doldurmuştum orada. Biz belə aldıq kompları. Bunlar ilk pikdən Grey aldı. Sonra biz Mr. P-lə seçdik. Onlar da Sirius'la o karakter Dag aldılar. Mən fikirləşmədim də bunlar Grey Dag eləyəcəklər. Mən də oradan sonra aldım. Dedim indi bizim cin çəkər, biz də vurub eləyərik, amma heç nə. Belə oyun oldu. Bunlar da sən demə Dagın Hyper'ini gözləyirlər. Dagın Hyper'i dolan kimi də hamını öldürürlər belə. Belə də oyun getdi. Ona görə də bu oyunu heç sevmədim də mən. Gördüyünüz kimi burada da Grey gəlir, hamımızı deşir. Çünki çox toksik bir kombular var. Bunu biz almağımız yaxşı oldu. Rəqibdəki adamlar azalır deyə biz rahat aldıq. Dagla zaten tək etsin eləyə bilməyəcəyinə görə. Amma burada biz səhv oynadıq. Daga çox ulti verdi, hiper verdi Daga. Daga görürsünüz uşaqlar. Ulti verdi. Hiperi də zaten dolacaq. Mənim uşaqlar sözün düzü telefonum işləmədi. Ultini görürsünüz basamıram. Gec bastım. Telefon işləmədi, nəysə əsəbləşdim. Yoxsa udardıq da yəni bunları. Və uşaqlar oyun 2-2-yə kimi gəldi və son oyunda soygun oynamağa qərar verdik. Soygunda da pikləri deyim mən sizə, çox yadımda deyil. Son pikə onların məsələn Ali almağı çox problemli oldu. Yəni mən Piper aldım. Bilmədim Piper'i niyə aldım. Vaxt qalmadı, əlim Piper'a getdi. Buranı mən yaxşı qırırdım. Ali oynaya bilməsin də. Çalların içindən gələcək axı. Ali almaları məsələn səhv seçimi idi. Çalları özümüzə istifadə edirdik biz ancaq. Nuran burada çox Colt hasar verəcək. %50'ye qədər indirəcək. Gördüyünüz kimi. %50 olmayacaq, %55 kimi qalacaq, %54. Mən burada bir dənə akusar atacağam niyəsə. Aradan vuracağam hemen. Yadımda qalıb. Nəysə aradan vuracağam. Hiper. Gördüyünüz kimi 49 indirdim. Bizimkiler de burada bunu saxlayırdılar. Bunu öldürdülər, əla. Sonra biz elə bil ki raşladıq. Biraz istəyirdik raş atmağa. Zaten saniye var idi, amma yenə də saniyəyə görə uda bilərdilər bizi, amma udanmadılar. Bizim Thanos Hyper basıb %15'e qədər indirəcək kasanı. Gördüyünüz kimi. Bir sonraki oyunumuzda uşaqlar mən yaxşı oynamadım deməyim. Nəysə oldu belə oynayamadık. Bu oyunu uduzuruq.
Onu deyim. Amma bundan sonraki oyunu çox rahat aldıq da. Buradan o ölməsəydi yaxşı olardı. Amma yenə də çox hasar verəmədi. %4'lük bir hasar verdi. Buradan Nuran gedib hasar verirmiş. Amma kasanın dibinə getməsəydi yaxşı olardı. Heç olmasa %75 eləyə bilərdi. Gördünüz ki, pis başladıq. Nəyi var pis başladıq. Çünki mən ortada çalları qırmadım. Ona görə narahat olduq biraz. Son oyunda da uşaqlar bu səfər yaxşı başlayırıq biz. İndi sizə necə olduğunu da göstərəcəm. Eləyirəm, aksesuar basıram 100 can qalır, onu əsəbləşirəm. Bizimki orada ölür, amma heç olmaz. Mən buradan hasar çıxaram. %75'e endirməyəcəm. %87 eləmişəm əla. Buranı qıracam Aliyə görə. Məncə qırmağım çox yaxşı olur. Qıranda çox yaxşı oynamağa başlayırıq. Nəysə. Bizim Taros burada çox yaxşı işlər bacaracaq. Məni alıbmış oradan. Başqa bizim Nuran buradan koltu al. Koltu nəydi bu? Alini alır. Thanos da burada yaxşı bir oyun sərgiləyir. Amma buradan deyəsən mən qaçırmışam. İndi öyrəndim. Məncə yaxşı oynamışam. Kalkanı qırdıq, amma Nuranın orada ult atması o qədər yaxşı. Burada hiper basacaq Thanos. Hiper basmadı. Yoxsa səhv yadımda qalıb. Hə, səhv yadımda qalıb. Hiper basmır. Hiperini saxlayır uşaqlar. İndi birazdan gəlib hiperdən kasanı endirəcək. Hiper basacaq. İkimiz də basırıq. Və kasanı da %24'e kimi də endiririk. Buradan çox yaxşı bir oyun sərgiləyirik. Buradan %1 gördüyünüz kimi. Toplanıram, istəyirəm ora vuram. Prosto məni bu Pierce aldı. Zaten bundan sonra da heç nə eləyə bilməyəcəklər. Biz də toksikli eləməyə başladıq. Və 2-1 durumuyla istatikləri də qarşınızdadır. Spike çox yaxşı oynuyor. Pierce də çox yaxşıdır. Amma bu Ali sənə halal olsun qardaşım. Sağ olun, salamat qalın. Siz də scrim istəyirsinizsə bizə yaza bilərsiniz TikTok səhifəmizdə. Zenit Espor.